Hə. Salam, necəsiz? Bugün mən sizə Leonarditin torpağa tətbiqi və onun aqronomik əhəmiyyəti mövzusunda paylaşım edəcəm. Çünki bəzi Leonardit haqqında fikirlərim yanlış anlaşılmış. Mən Leonardit verməyin demirəm. Sadəcə sual veriləndə alternativləri ilə müqayisə fonunda verilir. Mən də PN ilə müqayisə eləmişəm. Yəni birinci bilmək lazımdır ki, Leonardit nədir? Leonardit kömürlə torf arasında keçid mərhələsində olan yüksək dərəcədə oksidləşmiş təbii bir üzvü maddədir. Orqanik bir maddədir. Və əsasən liqlinin humifikasiya olunmuş forması hesab olunur və tərkibində yüksək miqdarda humin maddələri, humik və sulfit turşularının prekursorları var. Yəni fenolik birləşmələr var, karboksil qrupları mövcuddur. Humik və sulfik asid yoxdur. Leonarditin tərkibindəki humin maddələri hələ aktiv humik və sulfik turşusu formasında deyil. Lakin torpaqda bioloji və kimyəvi proseslər nəticəsində bu formaya çevrilmə imkanı var. İmkanı olmaya da bilər. İndi isə Leonarditin torpaqda çevrilmə mexanizmi necə gedir? Onu izah edeyim sizə. Leonardit torpağa tətbiq edildikdən sonra müxtəlif mərhələlərdən keçir. Birinci, mikrobioloji aktivasiyanın nəticəsində torpaq varsa əgər, o da varsa, yəni mikrobioloji aktivlik varsa torpaqdakı bakteriya və göbələklər Leonarditin kompleks üzvü strukturlarını parçalayır. Çox az bir miqdarda. Burada da iştirak edir nələr? Xüsusilə Actinomycetes, Bacillus, Trichoderma kimi mikroorqanizmalar daha çox mühüm rol oynayır bu işdə. Yəni demək istədiyim, bunlar varsa. Belə izah eləyək ki, humik və sulfik turşularına çevrilməsi prosesinə nə lazımdır? Rütubət lazımdır, temperatur lazımdır, oksigenin miqdarı, yəni tətbiq dərinliyindəki oksigendən söhbət gedir. Həmin oksigenin miqdarı və ən əsası torpağın pH-ı həm mikroorqanizmaların aktivliyi ilə sıx bağlıdır, torpağın pH-ı, həm də huminlərin parçalanması üçün çox əhəmiyyətlidir. Yəni bunu lori dildə izah eləsək, bu deməkdir. Hər hansı bir əşyanın və yaxud da məhsulun saxlanma şəraiti pozulmadığı müddətdə uzun müddət saxlanıla bilər, parçalanmadan qalır. Əgər parçalanmasını istəyiriksə, mütləq elə yerdə saxlamalıyıq ki, parçalanmaya uyğun mühit olsun. Məsələn, hər hansı bir bıçağın, qayçının, görmüsünüz də yəqin, nəm yerə qoyanda paslanması kimi və yaxud da hər hansı bir xiyar bankasını padvaldan çıxarıb gətirib qoyuruq oturduğumuz evə. Padvalda da xarab olacaq, amma uzun müddətə xarab olacaq. Evdə isə daha tez. Leonardit də ola bilər ki, 3 aya, ola bilər ki, 10 ilə xarab olsun. Yəni onun o xarab olması bizim faydalanacağımız funksiyasıdır. Bu belə. İndi keçək aktiv humik fraksiyasının yaranması mövzusuna. Yəni humik fraksiyasından söhbət edir. Tələb olunanlar hamısı yerində olsa əmələ gələcək humik turşuları. Yəni tələb olunanlar temperaturu falan hamısı yerində olsun. Gələcək humik turşuları və bu da torpaqda bir qalıcı olmaq olaraq uzun müddət bir xidmət göstərəcək. Yəni pH 7-dən yüksək olduğu halda, 7-dən yüksək olduğu müddətdə və əmələ gələcək ikinci sulfik turşuları, hərəkətli və tez təsirli turşular. Bütün pH aralıqlarında da xidmət edəcək. Çox cüzi miqdarda yaranacaq, amma o da yaranacaq.
İndi isə Leonarditin humik fulfik turşuya çevrilmə prosesini izah edirəm. Humik asitin istehsalından danışmaq istəyirəm sizə. Deməli, proses necə gedir? İlk növbədə suyu əlavə edirsən qarışdırıcı mikserə. Sonra da o mikserdəki suda pH-ı yüksəltməlisən. Yəni onun qaldırmalısan 10-a, 11-ə. Yəni ondan ötürü də kalium və yaxud da natrium hidroksid əlavə edirsən həmin o suyun içinə. Eyni zamanda suyun temperaturu da 50 dərəcədən yüksək olmalıdır. Və 12-14 saat qarışdırılmalıdır. 12-14 saat. Yəni qarışdırmaq deyəndə nə nəzərdə tutulur? Əlinlə və yaxud da motorla, mikserlə ən azı dəqiqədə 30 dəfə, bir dəqiqədə 30 dəfə əlinin beləncəyi qarışdırmalıdır onu. Dayanmadan. Yəni 12-14 saat təxminən 22-25 min dəfə beləncəyi qarışdırmalısan. Beləncə. Qarışdırmaq demək. Yəni sözü gedən reaksiyanın daha sürətli baş verməsi üçün tələb olunan 10 pH temperatur və 14 saatlıq 25 min dəfə qarışdırılma təmin edildiyi halda həmin huminlər humik və fulfika parçalanır. Reaksiya mayenin tərkibində daha sürətli gedə bilər, yoxsa quru reaksiya? Quru mühitdə. Təbii ki, mayenin və qarışdırılan bir mühitdə daha sürətli baş verə bilər. Nə qədər sürətli? 14 saat. 14 saat dayanmadan fırlayırsan, 14 saat sonra reaksiya baş verir. Humiklər alınır. Torpaqda belə bir qarışdırılma mövcuddurmu? Yox, əlbəttə ki. Torpaq özü mayedirmi? Təbii ki, yox. Torpaqda 10 pH mövcuddurmu? O da yox. Torpaqda 50 dərəcə temperatur mövcuddurmu? O da yox. Oksidasiya prosesi torpaqda havadakı qədər təmin oluna bilərmi? O da yox. Deməli, ən full tələblərin yerinə yetirildiyi mühitdə 14 saata başa gəlirsə, həmin o humik fulfik turşuları heç bir tələbin yerinə yetmədiyi mühitdə, yəni demək istədiyim, bunun baş verməsi qeyri-mümkündür. Mən elə hörmət eləyib deyirəm ki, 5 ilə parçalanır. Hörmət eləyib deyirəm. Mənə deyirlər ki, yəni demirlər, yəni yazıblar. Zaur müəllim nəyə əsasən bu şəkildə fikirləşir? Yəqin Leonarditin nə olduğunu bilmir. Birincisi, Zaur müəllim hələ heç bir fikir ortaya qoymayıb ki, bu günəcən hər hansı elmə, praktikaya, yəni əsaslandırılmamış argumentlərə dayansın. Belə bir fikir ortaya qoymamışım. İkincisi, Zaur müəllim bu ölkədə 4 yerdə Leonardit və linit aşkarlayan şəxsdir. 5-cini də Qarabağda aşkarladılar. Qarabağda var, Kəlbəcərdə. O günlərdə paylaşdılar xəbərlərdə. Yəni demək istədiyim, Zaur Leonardit haqqında kifayət qədər məlumatlıdır. Gedin, hər hansı bir yerdə yatağın birini götürüb, istehsal edin. Zaur müəllim də sizə kömək eləsin. Nəinki humika, hətta fulfik asidin də istehsalında kömək eləyərəm. Yəni o da çətin bir şey deyil. Həmin o 14 saatlıq qarışdırmadan sonra əldə etdiyiniz məhlula nitrat turşusu, limon turşusu, hər hansı bir turşu əlavə edirsiniz. pH-ı salırsınız 3-ə. Və həmin o humik asid çökür dibə. Mayeni götürürsünüz. Bu olur saf fulfik asid. Çöküntü də olur quru qumat kimi. Yəni quru qumat kimi istifadə edir. Çöküntünü də qoyun qırağa qurusun. Yəni bir parça torpada aslayın, qurusun, olsun quru humik asid. Nəysə. Yəni mövzu getdi başqa yerə, istehsaldan başladıq. Əsas məsələmiz Leonarditdir. Biz Leonardit verməliyikmi? Əlbəttə verməliyik. Zaur belə bir söz demir ki, nə qədər gec iş görsə də organik maddədir və aniyondur. Mütləq də verilməlidir. Sadəcə peyinmi, Leonarditmi soruşursunuz, bu şəkildə sual verirsiniz. Mən də peyini təklif edirəm. Niyə? Çünki peyin daha sürətli
fəaliyyətlərini ortaya qoyur, faydalarını ortaya qoyur, funksiyalarını ortaya qoyur. Leonardit isə həddən artıq gec. Həm də P-nə elə bir şəkildə düşmən kəsilmişsiniz ki, mən məcburam Leonarditlə P-nin ədalətli müqayisəsini paylaşım, açıqlayım. Yəni, konkret olaraq P-in problemləri, oturursunuz P-nin problemlərini sayırsınız, dərdən qabıqdan çıxırsınız P-nin problemlərini sayanda. Amma Leonarditə gələndə saymırsınız. Leonarditin tərkibində kök inkişafını zəiflədən, insan üçün ciddi toksik maddə sayılan, birbaşa kanser, xərçəng səbəbi olan elementlərdən biri olan qurğuşun, kadmium elementi var, danışmırsınız. Torpaq biotasını məhv eləyən civə var, danışmırsınız haqqında. İnsana və bitkiyə zərərli xərçəng xəstəliyinin səbəbi olan arsen elementi var, danışmırsınız. Bitki və heyvan və insan hüceyrəsini zədələyən xrom elementləri var, danışmırsınız. Yəni, demək istədiyim, ədalətli, reklam da ədalətli olmalıdır. Android agronomiyasının dövrü bitmindi. İndi gedib ChatGPT agronomiyası başlayır. Soruşun bu ChatGPT-dən Leonarditin toksik tərkibi haqqında sizə bir ətraflı məlumat versin. Nəysə, amma sən humik və fulfik hazırladığın zaman bu saydıqlarımın nə qədər ki toksik maddələr, bunların hamısını çöktürmə eləyə bilirsən. Nəysə, zaur Leonarditi torpağa verməyə qarşıdırmı? Qətiyyən elə deyil, heç elə bir şey olmayıb. Leonardit humifikasiya olmadan da torpağa fayda verə bilir. Çünki torpağın strukturunu yaxşılaşdırır, aqreqatlaşdırmanı artırır, torpağın su tutumunu, havalanmasını, boşluqlarını, aerasiyasını yaxşılaşdırır. Xüsusilə qumlu torpaqlarda çox əhəmiyyətlidir. Amma bilirsiniz ki, Tımırzayevski agronomların ədəbiyyatlarında ağır cillicəli torpaqlarda effekti olduğu yazır. Kation mübadilə tutumu ki deyirik ki, kation mübadilə tutumunu artırır deyir Leonardit. Leonarditdə karboksil və fenolik qruplar var. Kalsiyumdur, magnezyumdur, kalyumdur, amonyum iyonlarını bağlayır özünə və qida maddələrinin yuyulmasının qarşısını alır. Harda? Qumlu torpaqlarda. Gilli torpaqlarda zaten gil özü bu saydıqlarımı tutur da. Yəni burada mənim Leonarditə ehtiyacım yoxdur ki. Torpaq mikrobiyologiyasını, mikrobiotasını stimullaşdırır. Leonardit mikroorganizmlər üçün karbon mənbəyidir. Yəni demək istədiyim torpağın bioloji aktivliyini artırır. Dolayı yolla qida maddələrinin mineralizasiyasında qismən də olsa, zəif də olsa, az da olsa faydalıdır. pH tamponlama xüsusiyyətinə gələndə əhəmiyyəti yoxdur. Tuş torpaqlarda, məsələn, düyüdə, çayda, sitruslarda pH-ı qismən də olsa yüksəldə bilir. Və bu da məhsul istehsalının həcminə müsbət təsir göstərir. Yüksək pH-lı torpaqlarda humifikasiya olaraq daha çox faydalıdır. Leonardit ümumiyyətlə kəskin pH dəyişmələrinin qarşısını alır, stabilləşdiricidir. Yəni Leonardit istifadə olunmalıdır. Bitki kompostu hazırlanan təsərrüfatlarda, xüsusilə peyin fermentasiyasında istifadə olunmalıdır qismən. Çünki azot itkisini minimuma endirir və humikləşməni sürətləndirir. Məsələn, parniklərdən çıxan yaşıl kütlələr var. Həmin o yaşıl kütlələri kimsə kompost hazırlamaq istəsə, Leonarditdən orada istifadə edə bilər. Orada humik asitlər istehsal edə bilər. Həm bitkisel, həm Leonardit qaynaqlı humik asitlər əldə edə bilər. Orada həmin kompostlaşmada istifadə oluna bilər Leonardit. Nəysə, bu qədər. Ola bilər səhvlərim var. Buyurun, məsələn, nədirsə səhvlərimi qeyd edin. Mən də düzəliş edeyim özümdə səhvlərimə qarşı. Hələ çox danışmaq olar, yəni konkret Leonardit çox mürəkkəb bir mövzudur. Çox da danışmaq olar, həm faydaları haqqında, həm zərərləri haqqında. Yəni sizi yormaq istəmirəm. Bir dənə də qısa bir dənə
not düşmək istəyirəm ki, Leonardit dünyada ancaq Türkiyə, bax, Özbəkistanda kifayət qədər Leonardit daş kömür yataqları var. Amma Qazaxstanda da var. Amma orada Leonarditdən çox humik asid, sulfik asid istifadə olunur. Türklər o dövlətlərə o qədər burnunu soxa bilmir. Ətrafında hansı dövlətlərə burnunu soxursa, həmin dövlətlərdə Leonardit satışı var. Qalan yerlərdə Leonardit satışı ancaq humik asid istehsalı üçün, yəni qumat istehsalı üçün xam maddə kimi satılır. Yəni torpağa birbaşa tətbiq olunmur. Avropaya gedirsən, Leonardit torpaqda yoxdur, verilmir. Belə bir şey yoxdur. Ancaq humikləşdirəndən sonra verilir. Torpağın üstünə bu 14 saatlıq qarışdırma prosesindən keçən bir reaksiyanı torpağın öhdəsində necə buraxa bilərsən? Yəni bu hansı məntiqə dayana bilər ki, sən deyəsən ki, mən torpağa Leonardit verim, torpaq humiklənsin. Elə bir şey yoxdur. Özdə ki, yəni bilirsiniz nə qədər verməlisiniz? Yəni qaşıq yox, tonlarla verməlisiniz torpağa Leonarditi. Ki orada humifikasiya formalaşsın. Nəysə belə. Allah işlər uzavan eləsin. İnşallah ki, məni günahlandırmazsınız Leonardit mövzusunda. Mən Leonardit verməyin demirəm. Verin, nə qədər varsa o qədər çox verin. Amma bilin, eyni zamanda faydalarıyla bərabər zərərləri də var. Peyinlə müqayisə eləyəndə peyin ondan daha üstündür. Qarışdırma eləmək lazımdır peyini verəndə. Bu qədər. Sağ olun, təşəkkür edirəm.